Sizi Arapsan televizyonunda bu çok faydalı teknika çok faydalı. Mənə yazarsın, mən sizə deyərəm. Ben geleceğim. Sırası hanım Arapistan'dan hanım ömründe et yumurta balık yiyor. Ya böyle olmuş. Temiz vegan değil mi? Anadan gelme. Senin hanımın yaşı da az değil. Öyle nazar. Eksim ciddi değilsin. Ya ciddi değil. Soruşarsın. Nereye bildin bu paşa? Yok. Paşa şu. Turkumuz var. Eller olsun. Eyni hərəkət əks tərəfə. Öğretisiz. Siz öğrenmekten edir. Rahat edilen belimi. Aran Malta böyle transit batırıyorlar. Gözlerimi mən rahat edirəm özümü. Mən rahat edirəm özümü. Mən rahat edirəm dilimi. Mənim boynum, mənim beynim, mənim gözlərim, mənim özüm və mənim dilim bir tam rahatım. Mən rahat edirəm nazik bağırsaqlarımı. Mən rahat edirəm nazik bağırsaqlarımı.
rahat edirəm 12 barmaq bağırsaqlarımı. Mən rahat edirəm 12 barmaq bağırsaqlarımı. Mən rahat edirəm böğrəklərimi. Tasavvurumuza getirerek mavi göl, tasavvurumuza getirerek mavi göl, hava aydın ve güneşli. Ayaklarımız bir yerde, ellerimiz başımızın üstünde, bedenimizi bırakırız ve telaşmadan yavaş yavaş astaca eğiliriz sağ tarafa ve telaşmadan çınladık, gözlerimizi yumuyoruz. Ve hepimiz birlikte 3 defa Kayanmadan yacağına senin bu kuşlara tanır var tanır. Yıklar kuşlara Yacağına senin bu kuşlara tanır var tanır ben tanır. Yıklar kuşlara şarkırmadı ve şarkırmadı. Şan Magavandavatı Sarveda Tuzukina Sarve Santamramaya Sarve Padrani Pashantu Magagamaya Mrityorma Mritangamaya Om Purnamada Purnamidam Purna Purnamudachate Purnasya Purnamadaya Purnameva Vashishate Om Shanti 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 Sanki Beylikten geçmek lazımdı. Şamba pazar günü bizim derslerimiz var. Gənclik Parkında qoşulabilirsiniz. Orada qarışqa var. Gənclik Parkında qarışqa yəni belə çox deyil. Gənclik Parkı birisi oradadır, Gənclər Parkı. Həzər sınır. Çox. Onu hamı gəlin, hamı axşam gəlin saat 7-də. Hindistan səfəri harda? Gənclik metrosunun yanında. Mən də çəkirəm. Şey, Baxın qızlar, mən öyrənəm. Bax, belə elegant geyinməyi öyrənəm. Mən təşkil edirəm ki, bütün Bakıya çıxanda xanımlar... Mənə yoga dərsləri çox maraqlıdır. Yəni əvvəlcədən də yoqanın nəzəriyyəsini, praktikasını öyrənməyi istəmişdim və uzun illər əvvəl yoqaya təsadüfən rastlaşdım. Yoqa mütəxəssisi İlkin Quliyevlə və ondan sonra başladım yoqa dərslərinə.
gəlməyə, mütəmadi gəlməyə. Yoga ən əvvəl adamın beynini rahatlandırır, əsəblərini sakitləşdirir, bədəni müəyyən formaya salır. Yəni mən əvvəllər daima oturaq işlərdə işlədiyim üçün demək olar ki, idman hərəkətləri heç etməzdim. Amma yoqaya gələndən sonra bədənimin nə qədər açıldığını, nə qədər əzələlərimin, oynaqlarımın açıldığını hiss elədim. Özümü çox yaxşı hiss eləməyə başladım və bunu davam elətdirdim. Bugün hətta mənim qolumda çat olmasına baxmayaraq, mən bugün yenə də yoga festivalına qoşulmağı özümə borc bildim. Mənə ən çox yoga maraqlıdır. Ona görə ki, mən yoga ilə məşğul oluram. Yoga nə deməkdir? Yoga birləşmədir. Nəyin birləşməsi? Beynin, zehnin, bədənin birləşməsi. Bu üç aspekt birləşəndə harmoniya yaranır. Biz bədənimizlə hərəkət edirik, nəfəs texnikası edirik və bədən hərəkətləri edirik. Bunların üçünün birləşməsindən yoga əmələ gəlir. İdmanla mən uşaqlıqdan məşğulam. Çünki idman mənim sağlamlığım, həyatımın bir parçası deməkdir. Bədən üzvləri, ay, ulduz, günəş, yer, torpaq, hamısı ki birləşir bir-birlə o təbiəti, o vəhdəti qurur. Bədəndə də onlar hamısı yerləşməlidir. Çünki bədəni hər gün səhər tezdən o idmanla sən nə qədər ki doldurursan, qidalandırırsan, bütün günü insan artıq tam belə sağlam ki yaşayır. Hər vaxtınız xeyir olsun əziz dostlar. Hər birinizi alqışlayıram. Əziz dostlar, bu günləri beynəlxalq yoga günüdür. Bütün dünyada bu gün təntənəli qeyd olunur. Biz də Azərbaycanda da bu qeyd olunur. Biz çox şadıq. Bu günləri şəhərin müxtəlif yerlərinə müxtəlif proqramlar keçir. Hər birinizi görməyə şad olardıq. Yəni gəlin, təcrübə eləyin, praktik eləyin. Bu cürə bizə şərait var şəhərimizdə məşq eləmək üçün kifayət qədər yerlərimiz var. Qoşulun, inkişaf eləyin, dəyişin, sağlam olun, kamil olun. Hər şey bizim üçündür. Deyir, sağlam bədəndə sağlam ruh olar. Ona görə, əziz dostlar, yəni əlbəttə ki, qidamıza, həyat tərzimizə, pis vərdişlərdən, siqaret, içki, narkotik və s. və s. xoşa gəlməyən şeylərdən biz uzaq olmalıyıq. Yəni, bilirsiniz, hər bir insanın öz arzusu, öz məqsədi var da, əziz dostlar. Yalnız sağlam bədənlə biz o arzumuza çata bilərik. Ona görə, əziz dostlar, yəni, sağlamlığımıza fikir verək. Hər şey bizim öz əlimizdədir. Ayaqlar yorğun olubdu.